Ötən ilin ilk 10 ay ərzində Azərbaycana xarici ölkələrdən 27544 ədəd kişilər üçün trikotaj kostyumlar gətirilib və bu məhsulların ümumi ixal dəyəri 390,38 min dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, ixal olunan kişi trikotaj kostyumlarının bir ədədinin orta gömrük dəyəri təxminən 14,2 dollar olub. Qeyd edək ki, ixalda əsas pay Türkiyənin üzərinə düşüb. Bu ölkədən gətirilən məhsullar həm miqdar, həm də məbləğ baxımından siyahıya başçılıq edir. Digər ölkələr arasında isə Çin, Özbəkistan və Avropa ölkələri yer alır. Məlumat üçün bildirək ki, ən ucuz trikotaj kostyumlar Şri Lanka və Banqladeşdən, ən bahalı məhsullar isə İtaliya və Hindistandan ixal edilib. Azərbaycana kişi trikotaj kostyumları bu ölkələrdən ixal olunub.